Salam, hörmətli tamaşaçılar, Dost TV-nin efirində onlayn müfəttiş verilişində sizləri salamlayırıq. Son dövrlər cəmiyyətin diqqət mərkəzində olan əsas mövzulardan biri əmək məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdir. Bu dəyişikliklər təkcə hüquqi sənədin yenilənməsi deyil, eyni zamanda əmək münasibətlərində yeni yanaşmaların, yeni mexanizmlərin və daha ədalətli balansın formalaşdırılması deməkdir. Ailə vəzifələri olan işçilərin hüquqları, distant işin hüquqi çərçivəsi, minimum əmək haqqının anlayış kimi yenilənməsi, məzuniyyət mexanizmləri, əlilliyi olan şəxslərin əmək hüquqları, eləcə də hərbi xidmətə çağırılan işçilərin sosial təminatı. Bütün bu məsələlər geniş ictimai maraq doğurur və əmək münasibətlərinin müxtəlif sahələrini əhatə edir. Bugün studiyamızda mövzunu qanunvericilik və icra edici hakimiyyətin baxış bucağından müzakirə eləyəcəyik. Lakin öncə gəlin, Azərbaycan Respublikasının əmək məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının qanunu layihəsinə dair hazırlanmış qısa video çarxı birlikdə izləyək. Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illər dövlət tərəfindən işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ölkədə əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, iş axtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətlərində tədbirlər davam etdirilir. Əmək normalarının beynəlxalq əmək normaları nəzərə alınmaqla təkmilləşdirilməsinə, elektron sistemlərin tətbiqi ilə əlaqədar yeni qaydaların müəyyən edilməsinə, eləcə də ötən dövr ərzində əmək qanunvericiliyində aşkar edilmiş boşluqların aradan qaldırılmasına zərurət yaranır. Belə ki, Azərbaycan Respublikasının əmək məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının qanunu layihəsi əmək münasibətlərində çevik və sosial yönümlü hüquqi tənzimləmələrin tətbiqini, həmçinin müasir iş şəraitinə uyğun olaraq yeni anlayışların hüquqi müstəviyə gətirilməsini hədəfləyir. Layihədə ailə vəzifələri olan işçi, distant iş, minimum əmək haqqı, ezamiyyət kimi anlayışlar məcəlləyə daxil edilir. Bu dəyişikliklər işçilərin ailə məişət şəraitini nəzərə alan sosial dəstək mexanizmlərinin genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Əmək hüquqlarınızı öyrənin və tələb edin. Efirimiz davam eləyir, onlayn müfəttiş verilişini izləyirsiniz. Qeyd etdiyim kimi bu günləri əmək məcəlləsində nəzərdə tutulan qanunvericiliklə bağlı dəyişikliklər layihəsini müzakirə eləyəcəyik və mövzu ilə bağlı efirimizin dəyərli qonaqları olacaq və bu günləri qonaqlarımızla birlikdə sizləri düşündürən bir çox suallara bu günləri efirimiz vasitəsilə cavab tapacağıq. Qonaqlarımızı istərdim təqdim edim. Efirimizin qonaqları Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev. Musa müəllim, xoş gəlmisiniz. Və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Siyasəti Şöbəsinin müdiri Fuad Heydərovdur. Fuad müəllim, xoş gəlmisiniz. Xoş gördük. Söhbətimizə ilə ilk olaraq Musa müəllim sizlə başlamaq istərdik ki, bu qanunvericilik layihəsi ümumiyyətlə miqyasına görə çox böyükdür. 17 qanunvericilik aktına 457 düzəliş nəzərdə tutulub. Nədən ibarətdir? Hansı zərurətdən irəli gəldi? Ümumi bizə bir məlumat verərdiniz bu barədə? Valla təşəkkür edirəm Dost TV-nin efirində bu məsələni müzakirəyə çıxartdığınıza görə, mən də dəvət etdiyinizə görə. Olduqca aktual bir məsələdir və sizin dediyiniz kimi həm həcminə görə, həm də sambalına görə olduqca böyük əhəmiyyətli dəyişikliklərdir. 457 dəyişiklik nəzərdə tutulur, 17 qanuna və əmək məcəlləsinə dəyişiklik olunur və bir çox yeni müddalar artıq qanunvericiliyə gətirilir. Bir çox müddalar tənzimlənir, dəqiqləşdirilir, daha çox genişləndirilir və bəzi normalar da normativ hüquq aktlar haqqında konstitusiya qanununa uyğun olaraq eyni bir standarta gətirilir. Yəni redaktə və texniki xarakteri dəyişikliklər də var. Əsas səbəb dəyişikliyə birinci sosial sifarişlə bağlıdır. Bildiyiniz kimi əmək məcəlləsi qəbul olunub 1999-cu ildə, artıq xeyli vaxt keçibdir və bu illər ərzində həm əmək münasibətlərində dəyişikliklər əmələ gəlibdir. Bir çox beynəlxalq konvensiyaları biz imzalamışıq, qoşulmuşuq o konvensiyalara. O
konvensiyaların tələbləri var. Eyni zamanda texnoloji inkişafla bağlı artıq biz 4-cü sənaye inqilabının son dövrlərini yaşayırıq və süni intellektin tətbiqi ilə əlaqədar 5-ci sənaye inqilabı dünyada baş verir. Biz həmin ərəfədəyik və texnoloji inqilab da bizim həm də əmək münasibətlərimizə öz təsirini göstərmiş olur. Eyni zamanda Azərbaycan bilirsiniz ki, Beynəlxalq Əmək Təşkilatının ən fəal üzvlərindən biridir və Beynəlxalq Əmək Təşkilatının qəbul etdiyi konvensiyaları, qərarları ən çox ratifikasiya edən və ən düzgün yerinə yetirən ölkələrdən biri kimi yüksək reytinqə malik bir dövlətdir. Buna görə Beynəlxalq Əmək Təşkilatının da tövsiyələri burada var, qəbul etdiyimiz ratifikasiyalara qanunlarımızın uyğunlaşdırılması var. Amma ən əsası, yenə deyirəm, dövrün tələbinə uyğun olaraq sosial sifarişlər əmək məcəlləsini daha dinamik etməyə bizi sövq edir. Münasibətləri daha sivil formada, daha hüquqi müstəvidə çözmək tələbatından irəli gəlir. Eyni zamanda onu da söyləyim ki, bütün bu dəyişikliklər işçilərin xeyrinə olan dəyişikliklərdir. İşə götürənlərin də zərərli heç bir dəyişiklik yoxdur. İşçi işə götürən münasibətlərini daha sivil müstəviyə daşımaq niyyəti güdür. Əmək məcəlləsində müəyyən qədər müasirlik olacaq. Artıq bu yeni texnologiyanın inkişaf etməsi, süni intellektə keçid, bütün bunlar da deyə bilərik ki, əmək məcəlləsinin dəyişikliyi ilə bağlı öz yerini, layiqli töhfəsini verəcək. Fatma müəllim, eyni zamanda sizin də fikirləriniz maraqlıdır. Ümumiyyətlə, nə qədər müddətdə bu hazırlıq işləri görülüb bu məcəlləyə dəyişikliklə bağlı? İlk növbədə sizi, Musa müəllimi və dost izləyicilərini salamlayıram mən də öz adımdan. Bildiyiniz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsasnaməsi ölkə prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmişdir və o əsasnamədə Nazirliyin fəaliyyət istiqamətləri müəyyən edilmişdir. Bu fəaliyyət istiqamətlərinin əsas biri də əmək siyasətinin həyata keçirilməsi və əmək qanunvericiliyinin təbii ki, təkmilləşdirilməsidir. Əmək qanunvericiliyinin təkmilləşdirilməsi mütəmadi xarakter daşıyır. Yəni, Nazirlik tərəfindən mütəmadi olaraq ölkədə mövcud vəziyyət, əmək münasibətlərində dəyişiklik, mövcud çağırışlar nəzərə alınaraq təhlillər aparılır və bu təhlillər nəticəsində həm boşluqlar, həm problemlər, həm işə götürənləri və işçiləri narahat edən məqamlar, təcrübədə çıxan anlaşılmazlıqların və problemlərin həlli. Eyni zamanda artıq Musa müəllim qeyd elədiyi kimi beynəlxalq standartları qəbul eləmişik, konvensiyaları qəbul eləmişik ki, məcəllənin və ümumiyyətlə qanunvericiliyin həmin standartlara uyğunlaşdırılması zərurəti meydana çıxır. Layihə qeyd olunduğu kimi böyük bir layihədir və bu layihənin aidiyyatı orqanlarla razılaşdırılması prosesi uzun müddət davam etmişdir. Bura bütün dövlət orqanları, aidiyyatı dövlət orqanları daxildir. Eyni zamanda biz bu layihəni hazırlayarkən sosial tərəfdaşlar, yəni işçilərin hüquqlarının müdafiəsi baxımından Azərbaycan Respublikasının Həmkarlar İttifaqları Konfederasiyası ilə razılaşdırmışıq. Eyni zamanda işə götürənlərin hüquq və mənafelərinin pozulmasının qarşısını almaq, onlara qanunvericilikdə zidd normalar gətirməmək məqsədi ilə, onların da fikrini öyrənmək məqsədi ilə Azərbaycan Sahibkarlar İşə Götürənlər Milli Konfederasiyasında fikirləri alınmış, təkmilləşdirilmiş və ondan sonra hökumətə təqdim edilmişdir. Musa müəllim, bir də ki, yeni anlayışlar əmək məcəlləsinə daxil edilib. Bunlardan biri də ailə vəzifəsi olan işçi anlayışıdır. Ümumiyyətlə, nədir? Bu anlayışa bir aydınlıq gətirək və bu anlayışın daxil edilməsi ilə işçi və işə götürən arasında münasibətlərin balansını necə qoruyacaq? Çox sağ olun, çox aktual bir sualdır və deyim ki, bir neçə yeni anlayışlar qanuna gətirilir və bu anlayışlar münasibətləri daha sivil, daha səmimi, mən də deyəm, daha işgüzar formada qurmağına kömək edəcəkdir. Bunlardan biri siz söylədiyiniz kimi ailə vəzifəsi olan işçilər anlayışıdır. Bilirsiniz, cəmiyyət bir cinsli deyil, işə götürülən insanların hamısı eyni sosial və məişət statusuna görə eyni deyirlər. Hər kəsin ailəsində müəyyən problemləri ola bilir, müəyyən çətinlikləri ola bilir və bu çətinliklər, problemlər bəzən o istədi, istəmədi. Onun iş yerinə, əmək münasibətlərinə daşınır və görürsən müəyyən çətinlikləri ortaya çıxır və bunların qarşısını almaqdan ötürü, o insana müəyyən dəstək verməkdən ötürü işə götürənlə onun arasındakı işgüzar münasibətlər qalmaq şərti ilə qarşılıqlı anlaşma əsasında ona müəyyən yüngülləşdirici iş rejiminin tətbiq olunması olduqca vacibdir. Bu həm bir humanist bir addımdır, eyni zamanda kollektivdə bir həmrəylik prinsipinin yaranması, humanist yanaşmanın tətbiq olunması və işçinin də
özünün cəmiyyət üçün, o kollektiv üçün yararsız olmadığını, daha da onlar tərəfindən bunun probleminin bölüşdürüldüyünü hiss edərək daha da mən deyərdim mənəvi cəhətdən yüksəlməsinə gətirib çıxaran addımlardır. Nədir bu problemlər? Hər bir ailədə ola bilər ki, xəstə insan olsun, əlilliyi olan insan olsun, yaşlı insan olsun, balaca uşaq olsun ki, hansı ki ona qayğıya, diqqətə ehtiyac var, baxmağa ehtiyac var, ona baxan ailənin işləyən üzvlərindən başqa bir üzvü yoxdur. Belə olan halda o insanlara qarşı işdə daha yumuşaq bir rejimin tətbiq olunması təbii ki, bu müqavilədə nəzərdə tutulur işə götürənlə birgə razılaşma əsasında. Ola bilər bayram günləridir, istehsalat dayanmır, həmin gün mütləq növbəllik qayda işə çıxmaq lazımdır. Bu anlaşılan şəkildə qarşılana bilər həmin insanı, həmin vaxtı işə dəvət çağırmazlar, gecə növbələrinə çağırmazlar. Elə vaxt ola bilər ki, həmin o insanın həmin vaxtı ezamiyə getmək onun üçün uyğun olmaz, onu nəzərə alarlar. Məzuniyyət dövrünü nəzərə alırlar ki, ilin hansı fəslində, nə zaman məzuniyyətə getmək buna üstünlük verə bilərlər. Ola bilər ki, iş rejimində müəyyən yüngülləşmə ola bilər ki, əmək haqqı saxlanılmaqla və yaxud qismən saxlanılmaqla qısa həftənin müəyyən günləri qısa iş rejiminə keçsin. Bunlar hamısı əmək müqaviləsinin şərtlərində özünü göstərir və bu anlayışın gətirilməsi artıq işə götürən üçün də hüquqi əsaslar yaradır ki, bu imtiyazları öz işçisi üçün tanısın. Və eyni zamanda işçi də məcburiyyət qarşısında qalıb, praktikada biz görmüşük. Bəzən elə olub ki, işçi işini itirməli olub, işdən öz istefa yazıb getməli olur ki, yəni bu rejimdə mən işləyə bilmirəm. Belə olan halda işçi də öz peşəkarlığından da geri qalır, sosial statusunu itirir, əmək haqqını itirir və kollektiv də o işçiyə bir yardım edə bilmir, kömək edə bilmir. Çünki qanunvericilik ona imkan yaratmır. İndi qanunvericilikdə bu sərbəstliyi yaratmaqla, bu genişliyi yaratmaqla həm də işdə bir işgüzar mühit olmaqla yanaşı bir müsbət aura, mənəvi bir mühit də yaranır ki, burada hər kəs, kollektivin bütün üzvləri o ehtiyacı olan, hansı ki, ailə çətinlikləri ilə bağlı müəyyən dəstəyə ehtiyacı olan üzvlərə də dəstək verə bilirlər. Bu olduqca mən hesab edirəm, cəmiyyətimiz tərəfindən də yaxşı qarşılanacaqdır. İşə götürənlər də, hörmətli Fuad müəllim burada dedi, artıq öz razılıqlarını bildiriblər bu dəyişikliklərə. Ən yaxşı dəyişikliklərdən biridir və demək olar ki, bu dəyişikliyin tətbiq olunmasında bir hüquqi problemi qalmayacaqdır, hamısı həll olunubdur və yəqin ki, bütövlükdə məcəllə təsdiq olunandan sonra Milli Məclisdən Cənab Prezident imzasına gedəndə, Cənab Prezident sərəncamda artıq əlaqədar hökumət üzvlərinə öz tapşırıqlarını verəcək ki, hansı nazirlik yaxud Nazirlər Kabineti hansı işləri görsün. Orada artıq detallı şəkildə bu münasibətlərin nə cürə çözüləcəyi artıq qanunvericilik altı olan sənədlərdə, qərarlarda mı ola bilsin ki, tövsiyələrdə öz əksini tapacaqdır. Fuad müəllim, bir də Musa müəllim toxundu, orada əmək haqqının saxlanması istərdim bu istiqamətdə danışaq ki, ümumiyyətlə belə deyək, bu anlayışın məcəlləyə gətirilməsinin əsası hardan yaranır? Bildiyiniz kimi Azərbaycan Respublikası 11 may 2010-cu il tarixdə Beynəlxalq Əmək Təşkilatının kişi və qadın işçilər, ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər hüquqlar haqqında 156 nömrəli konvensiyanı ratifikasiya etmişdir. Və bu ratifikasiyanın tələblərindən irəli gələrək məcəlləyə belə bir anlayış daxil edilmişdir. Ailə vəzifələri olan işçi anlayışı. Ailə vəzifələri olan işçi anlayışı dedikdə nə nəzərdə tutulur? Tibbi rəyə əsasən deməli, ailə üzvlərinə, uşağa, qulluğa ehtiyacı olan, himayəsində olan digər şəxslərlə şəxsin əmək fəaliyyətinə başlamaq və yaxud da işçinin işdə irəli çəkilmək, əmək funksiyasını icra etməyində çətinliyi olan şəxslər başa düşülür. Təbii ki, bu şəxslərlə bağlı artıq Musa müəllim çox aydın şəkildə müəyyən məsələlərə fikir bildirdi və aydınlıq gətirdi. Burada ilk növbədə məcəllədə bir nəzərdə tutulub ki, həmin şəxslərin növbəli iş vaxtı rejimində işə cəlb olunması zamanı, gecə vaxtı işə yerinə yetirməsi zamanı həm ümumiyyətlə işçilərin müvafiq ehtiyacları, bir də ailə vəzifələri olan işçilərin ehtiyacları əsaslandırıldıqda və praktiki cəhətdən mümkün olduqda bu nəzərə alınmalıdır işə götürən tərəfindən. Təbii ki, burada
əmək məcəlləsində müvafiq normalar var, natamam iş vaxtının müəyyən edilməsi, qısaldılmış iş vaxtının müəyyən edilməsi ki, hansı ki, məcəllədə konkret əsaslar müəyyən edilib. Eyni zamanda işçi bu vəzifələri yerinə yetirməklə əlaqədar hər hansı bir əmək funksiyasının icrasında çətinlik çəkərsə, işə götürən müraciət edə bilər. İşə götürən tərəfindən natamam iş vaxtında işə cəlb edilmək, yəni burada əmək haqqı vaxta mütənasib olaraq ödənilir və yaxud da kollektiv müqavilələrdə eyni zamanda müsəlman qeyd elədi, əmək müqavilələrində qeyd olunmaqla daha üstün əmək məcəlləsindən daha üstün hüquqlar, təminatlar müəyyən edilməklə əmək haqqını saxlamaqla ona bir natamam iş vaxtı müəyyən edilə bilər və bu da həmin şəxslərin təbii ki, sosial təminatını, maddi təminatının rifahının yüksəlməsinə gətirib çıxaracaqdır. Təşəkkür edirəm. Musa müəllim, bir də bizim pandemiya dönəmindən daha belə deyim də daha da məşhurlaşan bir distant iş anlayışı var idi ki, həmin dönəmdə bu anlayış demək olar ki, öz yaxşı, müsbət nəticələrini göstərdi və düşünürəm ki, bunun nəticəsidir ki, artıq distant iş anlayışı əmək məcəlləsinə daxil edilir. Necə düşünürsünüz, bu əmək bazarında nəyi dəyişəcək bu anlayış? Bu çox şeylər dəyişəcəkdir. Bu anlayış da olduqca vacib və mən deyərdim vaxtında artıq əmək məcəlləsinə gəlmiş və hüquqi əsaslar yaradan bir anlayışdır. Doğru söylüyorsunuz ki, pandemiya devrində artıq biz müəyyən sahələrdə bu distant iş məsələsi, məsafədən idarə olunma, onlayn olaraq müəyyən tədbirlərin həyata keçirilməsi təcrübəsini qazandıq. Amma pandemiyadan qabaq da müəyyən ölkələrdə, xüsusən qabaqcıl ölkələrdə distant iş tətbiq olunurdu, onun qanunverici əsaslar yaranmışdı. İndi isə Amerika Birləşmiş Ştatlarında, bəzi Qərbi Avropa ölkələrində, Yaponiyada, Koreyada və s. Hardakı texnoloji inkişaf daha yüksək səviyyədədir. Orada distant iş praktikası daha genişdir. Artıq Azərbaycanda da cənab prezidentin tapşırığı ilə elektron hökumətin qurulması olduqca geniş şəkildə həyata keçirilir və yeri gəlmişkən onu da deyim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektron hökumət qurulması sayəsində ən öndə gedən hökumət qurumlarından biridir və artıq biz robototexnikanı öz istehsalat prosesinə, idarəetmə prosesinə, xidmət prosesinə gətiririk və bütün bunlar imkan verir ki, biz artıq məsafədən işin hüquqi əsaslarını yaradaq və bunu daha geniş şəkildə ölkəmizdə tətbiq edək. Bəli, əlbəttə bu sırf dəzgah arxasında dayanan istehsalat prosesi ilə məşğul olan işçilərə şamil olunmayacaqdır. Bu mümkün də deyil. Yəni elə yer var ki, orada işçinin bir avazda fiziki əməyi lazımdır. Amma elə iş sahələri var ki, o işdə artıq birbaşa işçinin fiziki iştirakının harada olmasının o qədər əhəmiyyəti yoxdur. Yəni əgər kompüter arxasında hər hansı bir informasiyanı almaq, informasiyanı emal etmək, informasiyanı harasa ötürməkdir bunun işisə, bunu evində də edə bilər, başqa bir yerdə də edə bilər, iş yerində də edə bilər. Amma bir şərtlə ki, onun üçün müvafiq iş şəraiti olsun. Texnoloji avadanlığı olsun, internet olsun, oturduğu yerdə ona mane olan əngəllər olmasın və s. Digər tərəfdən, ola da bilər ki, həftənin müəyyən günləri öz iş yerində olar, tapşırıqlarını alar, icra edər, müəyyən məsələlərdə konsultasiya məsləhətlərini edər, həftənin müəyyən iş günlərini isə məsafədən işini apara bilər. Bu da yenə əmək müqaviləsinin şərtlərində özünü göstərə biləcəkdir. Biz artıq müəyyən kursların təşkili praktikasında biz bunu görürük. Xarici dil kurslarıdır, repetitor kurslarıdır. Biz görürük məsafədən iş heç də o birisindən keyfiyyətcə geri qalmır. Artıq Təhsil Naziri də elan etdi ki, biz genəldə müəyyən məktəblərdə dərslərin müəyyən saatlarını biz distant məsələdə keçəcəyik. Digər sahələrdə də bunlar özünü göstərəcəkdir. Əsas odur ki, bunun hüquqi əsası qanunvericilikdə yaranacaqdır. Yaranandan sonra tətbiq imkanları artıq şirkətlər, müəssisələr öz istədiklərinə və yaxud da imkanlarına uyğun bunu planlayacaqlar. Digər tərəfdən artıq bu rayon, şəhər, kənd, rayon məsafəsini də aradan qaldırmış olacaqdır. Tutaq ki, kənddə yaşayır işçi, rayon mərkəzində işləyir, onun hər gün oraya gəlib getməyinə ehtiyac qalmayacaqdır. Hətta ola biləcək ki, müqavilə əsasında bir dağ rayonunda yaşayan amma kompüter bilikləri, texnoloji bilikləri, peşə bilikləri olan müqavilə əsasında müəyyən işi Bakıda olan şirkətin bir işini də orada görəcəkdir. Digər bir üstünlüyü Bakı şəhərində və böyük megapolislərdə tıxacların aradan qaldırılması məsələsində də öz müsbət rolunu oynayacaq. Ən əsası odur ki,
burada işçinin rahatlığı təmin olunacaqdır. Vaxt itkisinə qənaət olacaqdır, vaxt itkisi olmayacaqdır. Və yenə deyirəm, burada da müqavilə əsasında hamısı şərtlər müəyyənləşəcək. Düşünürəm ki, nə əmək haqqının azalması burada söhbət ola bilməz. Çünki işin keyfiyyətinə və həcminə bağlıdırsa bu məsələ. Eyni zamanda o işçinin digər işçidən aşağı və yuxarı statusda müəyyən oluna bilməz. Və bütövlükdə bu yeni bir addımdır. Getdikcə daha da genişlənəcəkdir. Bizim həyatımızın istər xidmət, istər idarə etmə sahələrinin daha çox öz belə deyərdim əhatəsini genişləndirəcəkdir və gənclərimiz daha çox bu işə uyğundur, adaptasiya olunur və bəlkə də ola bilər ki, insan bu sahədə vaxt qənaət etdiyinə və rahatlıq olduğuna görə əlavə işlər də götürə bilər, iki yerdə də işləyə bilər, iki işi də götürə bilər, yaxud konkret bir sifarişi də yerinə yetirə bilər. Bu işçilərimiz üçün həm də əlavə qazanc yaratmaq üçün bir stimul yaratmaq üçün bir imkan olacaqdır. İstənilən halda bu qanun bu şəkildə qəbul olunması, qanunvericilik aktına məsafədən iş, distant iş anlayışının gətirilməsi, ondan sonraki devirlərdə isə təbii ki, bunun nazirlik səviyyəsində, Nazirlər Kabineti səviyyəsində qərarlarla yəqin ki, tənzimlənəcək müəyyən məsələlər daha da aydınlaşdırılacaqdır. Qısa müddət ərzində hesab edirəm ölkəmizdə ən populyar bir iş üsuluna çevrilə biləcəkdir. Fuad müəllim, distant işin praktika tərəfindən necə tətbiq olunacaq? İş saatları, əmək haqqı, xüsusilə də əməyin mühafizəsi maraqlıdır ki, necə tənzimlənəcək? Bu barədə istərdik məlumat verəsiniz. Distant iş, məsafədən iş ilk növbədə artıq sizin də qeyd elədiyiniz kimi müəyyən o zaman keçdikcə işə götürənlər tərəfindən münasibətlərin inkişafı zamanı tələb olunan bir iş formasına keçmişdir və mütəmadi müraciətlər zamanı mən ilk əvvəl də çıxışımda qeyd elədiyim kimi onların o müraciətləri, sorğuları təhlil olunur və məsələlərin tənzimlənməsi ilə bağlı qanunverici dəyişikliklər hazırlanır. Onların çoxsaylı müraciətləri nəzərə alınaraq və bu iş forması ilə bağlı beynəlxalq təcrübədə araşdırılaraq məzəlliyə belə bir anlayış gətirilmişdir, hüquqi əsas yaradılmışdır təbii ki. Distant iş nədir? Əmək funksiyasının məsafədən icra olunmasına imkan verən vasitələrlə, yəni bura nə daxildir? Telekommunikasiya vasitələri, proqram təminatı, elektron və digər vasitələrlə icra olunmasına imkan verən və əmək funksiyasının eyni zamanda işi yerinə yetirməyə münasib olan yer və ya yerlərdə əmək funksiyasının yerinə yetirilməsidir. Və bununla bağlı məzəllərdə belə bir digər maddədə, 55-ci maddəyə bir hissə əlavə edilmişdir ki, distant məsafədən işin digər şərtləri tərəflərin razılığı ilə əmək müqaviləsində müəyyən edilməlidir. Deməli, burada artıq biz 3 meyardan danışdıq. Bir, əmək funksiyasının icra olunmasına imkan verən vasitələr olmalıdır. Bir, əmək funksiyasının icra olunması üçün münasib yer olmalıdır. Eyni zamanda digər şərtlər onların əmək müqaviləsində qarşılıqlı razılığı ilə müəyyən edilməlidir. Bu o demək deyil ki, tərəflər əmək məcəlləsinə zidd bir normalar müəyyən edə bilər. Onlar əmək məcəlləsində müəyyən edilmiş hüquqlar, vəzifələr, güzəşt və imtiyazlar hamısı yenə eyni qaydada distant iş formasında işləyən işçilərə də şamil olunacaqdır. Yəni, bu sadəcə əmək funksiyasının icra formasının dəyişdirilməsidir. Yəni, başqa bir xüsusi fərq yoxdur. Əməyin mühafizəsi ilə bağlı işçi yenə də işə götürən tərəfindən təlimatlandırılmalıdır. İşə götürən əmək mühafizəsi təlimatlandırılmalıdır. İşə götürən risklərini müəyyən etməlidir. Onun işi yerinə yetirdiyi yer bunun üçün münasibdirmi, uyğundurmu, əmək mühafizəsi qaydaları normaldırmı və məsəl üçün iş vaxtı ilə bağlı dediniz, işə götürən iş vaxtının dəqiq və dürüst uçotuna aparmağa borcludur özünün müəyyən etdiyi formada. Yenə də burada da artıq hansı formada müəyyən ediləcək, necə müəyyən ediləcək, işə götürənlə işçinin qarşılıqlı razılığı ilə ola bilər ki, rahatçılıq versin, konkret müəyyən o saat miqdarından, gündəlik 8 saatdan artıq işə cəlb oluna bilməz şəxslər, işçilər. O saatdan, yəni məzəllə ilə müəyyən edilmiş normalar
nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə daha üstün, daha rahat formalar müəyyən edilə bilər. Yəni işə götürən düşünməsin ki, evdədir, rahat şəraitdədir, distant işdir. Mən ona müxtəlif iş saatları baxmayaraq ki, misal üçün 8 saatı aşır, 6-da iş bitirsə, 7-də, 8-də ona iş verə bilməz. Təbii ki, bütün saatı... iş vaxtından artıq işdə nəzərə alınmalıdır, gecə vaxtı yerinə yetirilən işdə nəzərə alınmalıdır. Yəni heç bir hüquq və təminatların azaldılması nəzərdə tutulmur və məcəllədə konkret yazılıb ki, layihəmizdə, daha doğrusu məcəllədə yox, layihəmizdə ki, onların hüquqları heç bir formada azaldıla bilməz. Təşəkkür edirəm. Musa müəllim, bir də hamilə işçilərin sosial məzuniyyət günləri ilə bağlı dəyişikliklər. Bu sosial şəbəkələrdə də çox müzakirə olunur. İstəyirəm buna da bir aydınlıq gətirərdiniz. Bəli, buna kişilərin məzuniyyəti də deyirlər, atalıq məzuniyyəti də deyirlər, hamiləlik və doğuluşla əlaqədar olaraq atalara məzuniyyət verilməsi məsələsi. Bu da uzun müddət gündəmdə olan bir məsələdir. Onu da deyim ki, Əmək Məcəlləsində belə bir məzuniyyət növü nəzərdə tutulubdur, indi də var. Sadəcə bu ödənişli olmadığına görə geniş tətbiq olunmur və praktik olaraq demək olar ki, buna müraciət edənlərin sayı o qədər də çox deyil. Çünki 14 gün müddətində ayın yarısı deməkdir. Ailə başçısı əgər qazancından qalırsa, bu maddi cəhətdən özünü doğrultmayan bir müddəadır və ailə üçün də maraqlı deyildir. Amma artıq bu yeniliyin tətbiq olunması ki, bu ödənişli olacaqdır məzuniyyət. Mən düşünürəm ki, demək olar ki, bütün atalar bu məzuniyyətdən istifadə, bu hüquqdan istifadə etmək istəyəcəklər. Bunun bir tərəfi yaxşıdır, digər tərəfi ola bilsin ki, müəyyən işə götürənlərin müəyyən qədər əlavə xərcə düşməyinə gətirib çıxaracaqlar, eybi yoxdur. Əsas odur ki, Azərbaycanda yeni insanlar doğulur, gəlir, yeni ailələr sayı artır, demoqrafik inkişafımıza dəstəkdir. O işə götürənlər də bu vasitələ öz dəstəklərini göstərmiş olacaqlar. Burada nədir, bilirsiniz? Təəssüflər olsun ki, bizdə ənənəvi ailə institutu artıq yoxdur demək olar. Babalar, nənələr, bibilər, xalalar hamısı bir həyətdə olardılar, bir yerdə yaşayardılar, yeni doğulmuş ailəyə. Hər kəs özünün fiziki dəstəyini göstərərdi, mənəvi dəstəyi öz yerində. Amma indi o yoxdur. Şəhər megapolis mühitində xüsusilə gənc ailə, ata və ana da təbii ki, doğuş hamiləliklə əlaqədar müəyyən fiziki məhdudiyyətlər də var. Dükana gedə bilməz, bazara gedə bilmir, aptekə gedə bilmir. Kömək lazımdır evdə yeni doğulan körpə ilə bağlı müəyyən sosial məişət işlərini görməyə. Kənar adamda yoxdur. Ata da işləyir, işdədir və demək bu problemlər ortaya çıxır. Bu artıq bu qanuna, məcəlləyə bu müddəanın salınması ailə məişət məsələsində bir xeyli problemləri aradan qaldırmış olacaq. Həm də ata-dana darxayındır ki, əmək haqqını da tam həcmdə alacaqdır. Bu həm də bizim demoqrafik inkişafımız üçün demoqrafik siyasətimizin bir mühüm tərkib hissəsi olaraq olduqca vacib bir dəyişiklikdir və bu dəyişiklik cəmiyyət tərəfindən olduqca müsbət qarşılanıb və kifayət qədər uzun müddət bunun müzakirələri getdi, mən deyim, həm parlamentdə, həm hökumətdə və yeri gəlmişkən Əmək və Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə də mən təşəkkürümü bildirirəm ki, bu fikri dəstəklədilər və bu fikir artıq məcəllədə öz əksini tapmışdır. Parlamentdə də olduqca yaxşı qarşılanıbdır. Bizim seçicilərimiz də bizlə əlaqə saxlayırlar, zəng edirlər, yazırlar WhatsApp-a, məktub göndərirlər və öz müsbət münasibətlərini bildirirlər. Bu həm ailə institutunun möhkəmlənməsinə, həm yeni dünyaya gələn Azərbaycan vətəndaşına qayğı və diqqətin göstərilməsinə, eyni zamanda ailənin heç bir maddi sıxıntı çəkmədən özlərinin məişət məsələlərini həll etməsinə olduqca böyük köməklik göstərəcəkdir. Müəllim, sizin də fikirləriniz maraqlıdır atalıq məzuniyyətinə bağlı. Atalıq məzuniyyəti ilə bağlı qeyd olunduğu kimi artıq məcəllədə bugün ödənişsiz olaraq müəyyən edilib, ancaq istifadəsində demək olar ki, təcrübədə biz bundan rastlaşmırıq. Bununla əlaqədar məcəlləyə 14 günün ödənişli olması ilə bağlı uşağın anadan olduğu ərəfədə, həmin ərəfədə cəmi 14 gün müddətində ödənişli verilməsini nəzərdə tutur. Eyni zamanda bu, bilirsiniz, müəyyən beynəlxalq təşkilatların və hesabatlarda ölkənin reytingi ilə bağlı məsələlər mövcuddur və Dünya Bankının da Qadın Biznes Hüquq Hesabat nəşri var. Hansı ki, biz
2022-23-cü illərdə apardığımız gender bərabərliyi ilə bağlı islahatlarımız həmin hesabatda nəzərə alınmış və ölkəmizin indeksi yüksəlmişdir. Eyni zamanda burada valideynlik indikatoru adlı bir reytingdə var ki, hesab edirik ki, bu həm də həmin reytingdə bizim ölkəmizin indeksinin yüksəlməyinə səbəb olacaqdır. Mən elə bu sualın davamı olaraq da qadınların sosial məzuniyyətindən bağlı olan hissə ilə məlumat vermək istərdim. Hansı ki, hamiləliyə və doğuşa görə məzuniyyət günlərinin uzadılması ilə bağlı məcəlləyə dəyişiklik nəzərdə tutulmuşdur. Belə ki, analığın mühafizəsi haqqında konvensiya yenidən baxılması ilə bağlı bir 183 nömrəli Beynəlxalq Əmək Təşkilatının konvensiyası var. Bu konvensiyanın tələblərindən irəli gələrək məcəlləyə dəyişiklik təklif edilmişdir. Bu dəyişiklik nədən ibarətdir? Deməli, uşağın anadan olması planlaşdırılan gündən daha tez anadan olduğu təqdirdə deməli, doğuşdan sonraki müddət həmin müddət qədər uzadılması, ödənişli olaraq uzadılması nəzərdə tutulur. Bu da ki, təbii ki, yenə də bayaq qeyd elədiyimiz kimi işçilərin və analığın mühafizəsi, anaların sosial təminatının yaxşılaşdırılması məqsədi daşıyır. Təşəkkür edirəm Fuad müəllim, çox maraqlı bir nüans idi. Musa müəllim, bir də məzuniyyətlə bağlı, məzuniyyət pulunun hesablanması məsələsi gündəmə çox gətirilir ki, əvvəl işçilər iddia edirdilər ki, məzuniyyətinə çıxanda maaşımızdan müəyyən qədər azalmalar olur. Bəs yeni dəyişikliklə bağlı nələr olacaq bu barədə istərdik? Burada həm müəyyən kateqoriya işçilərin məzuniyyəti ilə bağlı, eyni zamanda nizamiyyətlə də bağlı və minimum haqqı ilə də bağlı yeni anlayışlar gəlir. Bunlar hamısı təzə anlayışlardır və məzuniyyətin hesablanması ilə əlaqədar olaraq şərtlər də müəyyən qədər dəyişdirilir və pozitiv istiqamətə dəyişdirilir. Məzuniyyətin işlədiyi dövr ərzində hansı aylar götürüləcəkdir, hansı əmək haqqı götürüləcəkdir və yaxud həmin işlədiyi dövr ərzində ola bilsin ki, bunun xəstəliklə ya sosial məzuniyyətdə olubdur, işə çıxmayıbdır, o da həmin vaxt əmək haqqı müəyyən qədər aşağı düşürdü və ona görə də məzuniyyət hesablananda məzuniyyət gəlib haqq aşağı olur. İndi görə də konkret olaraq burada göstərir ki, bunun son 2 aylıq məbləğin aldığı məzuniyyətin miqdarının aşağı ola bilməz, bəzi hallarda 1 aylıq məbləğin aşağı ola bilməz və ən üstün qaydada hesablanması nəzərdə tutulur. Eyni zamanda ezamiyyətlə bağlı məsələlərdə də dəqiqləşdirmələr aparılıbdır. Ezamiyə göndərmək işçi deyək ki, işə götürənin bir hüququdur. Ezamiyə getmək işçinin bir vəzifəsidir. Amma müəyyən hallarda qanunvericilikdə bunlar özünün təsbitini tapmadığına görə gördüyün işçi ilə işə götürən arasında müəyyən bir anlaşılmazlıq yaranır, konfliktlər yaranırdı. Bunlar da öz dəqiq həllini tapıbdır. İşə götürən o hüququndan istifadə etməlidirsə, işçi də məzuniyyət haqqını alma, ezamiyə haqqını almaq və nə cür hesablanırsa, o dəqiq hesablama haqqını almaq hüququna malikdir. Bu müddəalar da qanunvericiliyə gətirilir. Və belə dəqiqləşdirilmənin aparılması həm işçinin məzuniyyət hüququndan tam istifadə etməsinə, həm onun hesablanma qaydalarının daha sivil və daha mən deyərdim, humanistləşdirilməsinə, eyni zamanda ezamiyə ilə də bağlı işçi və işə götürən arasında müəyyən hallarda anlaşılmazlığın aradan qaldırılmasına gətirib çıxarılacaq dəyişikliklərdir. Fuad müəllim, bu məzuniyyətin hesablanması ilə bağlı məsələyə istərdim toxunaq. Bir də ki, 46 günlük məzuniyyət barədə istərdim danışaq ki, 46 günlük məzuniyyət anlayışı gətirilir. Bu nəyi dəyişəcək, hansı problemləri həll eləyəcək? İlk növbədə məzuniyyət vaxtı üçün orta məhkum hesablanması ilə bağlı bildiyiniz kimi məcəllədə bugün mövcud tələblərə əsasən məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətə çıxdığı aydan əvvəlki son 12 ayın əmək haqqı müəyyən edilərək götürülür. Qeyd elədiyiniz kimi təcrübədə bir çox hallarda rast gəlinir ki, məzuniyyət vaxtı üçün orta əmək haqqı faktiki alacağı, yəni işləsəydi əldə edəcəyi maaşdan daha aşağı düşür və bu zaman artıq işçinin də belə deyək, bu məzuniyyətdən istifadə eləməklə bağlı tərəddüdləri olur təbii ki və eyni zamanda bu tələb 132 nömrəli Beynəlxalq Əmək Təşkilatının ödənişli məzuniyyətlər haqqında 132 nömrəli konvensiyasında da müəyyən edilib ki, məzuniyyətdən istifadə edən işçinin əmək haqqı, yəni məzuniyyət haqqı heç bir halda faktiki əmək haqqından aşağı ola bilməz.
Yəni bu artıq işçinin hüquqlarının pozulması deməkdir. Və bu adətən hansı hallarda baş verir? Daha çox yenə də burada qismən ödənişli sosial məzuniyyətdən, yəni uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdən istifadə etmək istəyən qadın işçilərin başına gəlirdi bu hadisə, onların əmək haqqının azaldılması. Niyə? Çünki mövcud hesablamaya əsasən qeyd elədiyim kimi 12 ayın əmək haqqının götürülməsi zamanı tutalım ki, xanım işçi 6 aydan qismi ödənişli sosial məzuniyyətdən 6 aydan istifadə edərək işə qayıdır. Ondan tutalım 6 ay sonra əmək məzuniyyətindən istifadə etmək istəyir və bu zaman son 6 ayda qazandığı əmək haqqı 12-yə bölünməklə hesablanır. Belə olduğu təqdirdə avtomatik olaraq onun əmək haqqı demək olar ki, faktiki alacağı əmək haqqıdan yarısı qədər müəyyən edilir və bunun üçün eyni zamanda biz ora əlavə bir fikirlər də gətirdik. Deməli, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı qismən ödənilən sosial məzuniyyət dövrü eyni zamanda işçinin deməli təqsiri ucbatından baş verməyən boş dayanma dövrü və eyni zamanda işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət dövrü tam işlənilən yaxın aylarla əvəz olunur. Bu o deməkdir ki, artıq işçi faktiki olaraq yəni əmək haqqından aşağı, yenə deyirəm, bunu əvvəlki çıxışlarda da qeyd etmişik, hesablama zamanı daha çox müəyyən məbləğdə çıxma ehtimalı var, çıxa bilər. Bu zaman problemi yoxdur. Amma əgər aşağı düşəcəksə, bu zaman faktiki əmək haqqının ödənilməsi məcburi olacaq. Eyni yanaşma bəzi hallarda orta əmək haqqının hesablanması ki var, son 2 aya görə götürülən, məcəllənin bilirsiniz 179-cu maddəsində işçinin iş yeri və orta əmək haqqı saxlanılan hallar müəyyən edilibdir. Bu zaman o 2 aya görə hesablanan dövrdə də qeyd elədiyim hallar, yəni qismi ödənişli sosial məzuniyyətdə olması, işçinin günahı ucbatında olmayan boş dayanma dövrü və ödənişsiz, işçinin təşəbbüsü olmayan ödənişsiz dövrü çıxılaraq onun faktiki bu gün alacağı deməli bir günlük əmək haqqı götürülməklə hesablanacaqdır. 46 gündən günlük məzuniyyətlə bağlı gəldikdə isə əslində bu yeni bir anlayış deyil. Məcəllənin 120-ci maddəsində 46 gün məzuniyyət müəyyən edilən xüsusi xalq qarşısında xüsusi xidmətləri olan şəxslər üçün belə bir məzuniyyət hüququ təsbit edilmişdir. Lakin biz müəyyən daxil olan müraciətlər, qanunvericiliyin digər normaları, məsəl üçün sosial müavinətlər təyin edilən şəxslərin dairəsi, yəni sosial müdafiə ehtiyacı olan şəxslərin dairəsi təhlil edilərək biz oradakı müəyyən edilən müəyyən kateqoriyadan olan şəxslərin dairəsini genişləndirmişik. Yəni əslində burada yeni bir sadəcə genişlənir. Bəli, orada müəyyən edilən dairə genişlənir və bu genişlənmə nəticəsində hüququ olan şəxslərin əhatə dairəsi artmışdır. Bura kimlər daxildir? Deməli, ərazi bütövlüyünün, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, eyni zamanda 20 yanvar faciəsi ilə hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl hadisələri zamanı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə, yəni bu üçü ilə bağlı əlilliyi olan şəxslərə, eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə bu 46 gün əlavə, yəni məzuniyyət müddətinin 46 gün olaraq müəyyən edilməsi nəzərdə tutulur. Mən burada bir məsələyə də diqqəti cəlb etmək istərdim fürsətdən istifadə edərək. Bu da nədən ibarətdir? Adətən bizə sual verirlər ki, burada Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilər dedikdə kimlər nəzərdə tutulur? Mən buna aydınlıq gətirmək istərdim. Bildiyiniz kimi Azərbaycan Respublikasında orden və medalların təhsil edilməsi haqqında qanun var və bu qanunda konkret olaraq dövlət təltifləri müəyyən edilir və həmin qanunda qeyd olunub ki, bu qanundan başqa digər qanunvericilik aktlarında dövlət təltifləri müəyyən edilə bilməz. Bu birinci məsələ. İkinci məsələ nədən ibarətdir? Hər bir orden və medalın əsasnaməsi və statutu var. Qanunvericiliklə bu təsdiqlənir və o qanunvericilik aktında bu orden və medalın hansı əsasla verilməsi öz əksini tapır. Bu ikinci məsələ. Üçüncü məsələ nədən ibarətdir?
bildiyiniz kimi müvafiq fərmanla, sərəncamlarla orden və medallar verilir və bir də ölkə prezidenti tərəfindən müəyyən edilmiş digər yuxarı orqanlar tərəfindən verilə bilər. Bu orden və medalların verilmə əsası nədir? Yəni, bayaq qeyd elədim ki, əsasnamədə və statutunda tutan 4 əsas var. Bu 4 əsasdan 3-ü fərqli səbəblərə görə ola bilər. Biri isə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü ilə bağlıdır. Artıq o verilmiş fərman və sərəncamda həmin işçiyə o medalın və ordenin hansı əsasla verilməsi müəyyən edilməlidir. Bu, qeyd elədiyimiz kimi suverenlik və ərazi bütövlüyü müdafiəsi ilə bağlı olduğu təqdirdə artıq həmin şəxslərdə 46 gün məzuniyyət hüququ yaranacaqdır. Eyni zamanda Nazirlər Kabinetinin müvafiq qərarı ilə ezamiyə normaları təsdiq edilib və Maliyyə Nazirliyinin kollegiya qərarı ilə hansı ki normativ hüquqi akt olaraq da qeydiyyata alınmış qərardır. Orada ezamiyə qaydaları təsbit olunub. Amma Musa müəllim qeyd elədi, məcəllədə bununla bağlı nə anlayış mövcud idi, nə də kimin hüququdur, kimin vəzifəsidir, bu məsələlər qeyd olunmamışdır. Biz bunu gətirməklə təcrübədə olan bir çox problemlərin həllini aradan qaldırmış oluruq, yəni həll etmiş oluruq. Eyni zamanda başqa bir tənzimləmə ondan ibarətdir ki, işçi ola bilər ki, 2 yerdə işləsin. Bir əsas iş yeri olsun, bir də əlavə iş yeri olsun. Bu zaman əsas iş yeri üzrə ezamiyyətə göndərilən işçinin əlavə iş yerində necə tənzimlənəcək məsələsi, bununla bağlı həmin işçi ödənişsiz məzuniyyət hüququndan istifadə etməlidir və müraciət etdiyi təqdirdə əlavə iş yeri üzrə işə götürən də o ödənişsiz məzuniyyətlə bağlı əmri verməyə borclu olacaqdır və yaxud da əksinə əlavə iş yeri üzrə ezamiyyətə göndərilən işçi əsas iş yeri üzrə ödənişsiz məzuniyyətdən hüququndan istifadə edəcəkdir. Təbii ki, burada yenə deyirəm, daha yüksək təminatlar nəzərə alınmaqla ola bilər ki, işə götürən, yəni ezamiyyətə göndərən tərəf yox, digər işə götürən onun hüquqlarının müdafiəsi baxımından onun əmək haqqını saxlaya da bilər həmin dövrdə. Yəni, bu sadəcə dediyim kimi, bəli, işçinin hüququdur, ödəniş məziyyətindən istifadə edərək ezamiyyətə gedə bilər. Musa müəllim, bir də çalışmanın yaş həddi və müddətli əmək müqavilələrlə bağlı dəyişiklikdə öz əksini tapıb, bu barədə istərdim bizə məlumat verəsiniz. Nədən ibarətdir bu dəyişiklik? Bu çalışmanın yaş həddi əsas dövlət qulluqçuları ilə bağlı olacaqdır. Eyni zamanda çalışmanın yaş həddi bilirsiniz ki, dövlət büdcəsində maliyyələşən təşkilatlarda çalışan işçilərdə 65 yaş müəyyənləşdirilir. Qadınlar üçün də artıq 65 yaşa gəlib çatmaqdadır. Amma burada bir boşluq vardı, bəlkə də anlaşılmazlıq vardı ki, işə götürən bəzən bu yaş həddindən sonraki müddətdə ki, uzatma hüququ var, 1 il 70 yaşa kimi uzada bilər. Bəzən bu, deməli, 65 yaş tamam olandan sonra bundan əmək müqaviləsini pozurdu. Uzatma müddəti, tutaq ki, 6 ay uzadaqsa, təzdən bunu 6 ay müddətinə yenidən əmək müqaviləsi bağladırdı. Sonraki müddətdə, 6 ay bitəndən sonra əmək müqaviləsi pozulur da, əgər artırmaq fikri varsa, yenə əmək müqaviləsi bağlanırdı. Bu da həm anlaşılmazlıq yaradır, həm də o tənzimləmədə çətinliklər törədirdi. Ona görə də biz onu çox sadə şəkildə əmək məcəlləsində artıq yeni variantını görürük ki, əgər o yaş həddi bitəndən sonra uzadılacaqsa, sadəcə işə götürənin əmri ilə uzadılacaqdır. Əmək müqaviləsi yenidən bağlanmayacaqdır, əmək müqaviləsi təzələnməyəcəkdir. Bu da həm sadələşmə bir xarakteri daşıyır. Yeri gəlmişkən, artıq paralel olaraq başqa dövlət qulluğu haqqında qanunda da dəyişiklik gedir. Bundan paralel olaraq dövlət qulluqçuları müəyyən yaş həddinə çatandan sonra əgər özləri könüllü şəkildə ərizə yazıb gedirlərsə, müəyyən 6 aylıq əmək haqqlarını bəri başdan onlara verirlər. Bu da bir stimullaşdırıcı bir addım olacaqdır və mən çox arzu edərdim ki, bu gələcəkdə bütün kateqoriyadan olan, dövlət büdcəsində maliyyələşən təşkilatlarda olan işçilərimizə aid olunsun. Onda bu gərginliklər də aradan qalxacaqdır. İstənilən halda dövlət qulluqçuları ilə bağlı bu dəyişiklikdə, bu əmək məcəlləsində bu tənzimləyici normanın yaş həddi ilə bağlı tətbiq olunması da pozitiv dəyişiklik hesab oluna bilər. Bu, gənclərin ümumilikdə, belə deyim də, əmək bazarında daha da çevikliyin artırılmasına yəqin ki, müəyyən bir töhfə verər. Əlbəttə, bunun öz təsiri var, amma mən hesab edirəm ki, yeni iş yerlərinin açılması üçün biz daha
fəal olmalıyıq. Yəni buna ümid olmaq olmaz ki, yaşlı insanlar gedəcək. Çünki əhalimiz ildən ilə artır. Bizdə təxminən əmək bazarına hər il 70 min, 80 min yeni əmək ehtiyatları daxil olur, yeni gənclər daxil olur. Nəzər alsaq ki, ildə də bir 20-25 min iş yerləri də bağlanmış olur və o insanlar da təzədən əmək bazarına gəlir. Ona görə də biz daimi həm iş yerlərinin açılması və kadrlarımızın peşə hazırlığının yüksəldilməsi sahəsində fəallığımızı artırmalıyıq. Təşəkkür edirəm Musa müəllim. Xodməm, sizin də fikirləriniz maraqlıdır bu istiqamətdə. Əmək məcəlləsində çalışmanın yaş həddi 65 yaş müəyyən edilir və bu yalnız dövlət büdcəsindən maliyyələşən müəssisələrlə bağlıdır. Amma eyni zamanda bu hissədə elmi müəssisə və ali təhsil müəssisələrinə bu çalışmanın yaş həddinin şamil edilməməsi ilə bağlı bir norma təsbit edilmişdir. Amma burada əslində elmi müəssisə və ali təhsil müəssisələrində işləyən daha çox bu fəaliyyətlə, sırf elmi və pedaqoji fəaliyyətlə məşğul olan şəxslər də əslində istisna olunmalı idi. Amma bizə sorğular daxil olduqda ki, sürücülər və yaxud da digər inzibati və texniki işçilər də bu kateqoriyaya aiddirmi? Əslində bugünkü gün məcəllənin tələbinə uyğun olaraq bəli, aid olduğunu qeyd edirdik. İkinci məsələ isə müddətli əmək müqavilələri ilə bağlı siz sualınızda qeyd eləmişdiniz. Deməli, biz 47-ci maddədə məlum olduğu kimi əmək müqaviləsinin müddətli bağlanma halları və əsasları müəyyən edilmişdir. Bunun iki hal əlavə edilir bura. Biri, təhsil alanların istehsalat təcrübəsi keçdiyi hallarda, ikincisi isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətə məşğul olduqda. Bu ikinci qeyd elədiyim miqrasiya məcəlləsinin tələblərindən irəli gələrək təsbit olunur. Bildiyiniz kimi, miqrasiya məcəlləsinin tələblərinə əsasən onların müddətli fərdi iş icazəsi tələb olunur. Əcnəblərin və deməli vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətə məşğul olması üçün və əmək müqaviləsi həmin fərdi iş icazəsinin müddətinə bağlanılmalıdır. Bu hal nəzərdə tutulmamışdır. Bu halı gətiririk. İkinci məsələ isə deməli təhsil alanların istehsal təcrübəsini keçdiyi hallarla bağlıdır ki, bu da peşə təhsili haqqında məsələn qanunda müəyyən edilir ki, Nazirlər Kabineti tərəfindən istehsalat təcrübəsi keçən şəxslər təcrübə müqaviləsi bağlanılır və Nazirlər Kabinetinin qərarı ilə bu nümunəvi forma təsdiq edilmişdir. Və o təcrübə müqaviləsində qeyd olunur ki, təcrübə müddətində həmin şəxslə, yəni təhsil alan şəxslə əmək müqaviləsi bağlanılır və o tam iş vaxtını yerinə yetirdiyi təqdirdə minimum əmək haqqından aşağı olmayan əmək haqqını almaq hüququna malikdir. Bunu müəyyən etmək məqsədi ilə biz deməli əmək məcəlləsinə bu dəyişikliyi gətiririk. Eyni zamanda artıq sosial şəbəkələrdə və mətbuatda belə bir sual yaranır ki, bu əmək və məşğulluq alt sistemində necə təsbit olunacaqdır? Mən onu da bildirim ki, peşə təhsili haqqında qanunun tələblərinə əsasən təhsil alanlar ki, təcrübə keçən təhsil alanlar ki var, onlar işçi heyətinə daxil edilmir. Bu səbəbdən biz əmasda da müvafiq texniki düzəlişi, funksionallığı yaradacağıq ki, ora əlavə ştatların daxil edilməsi zərurəti yaranmasın. Yəni, ayrıca bir funksionallıq olacaq, sırf təcrübə keçənlərlə bağlı bir imkan yaradılacaqdır. Ali təhsil müəssisələrinin o təhsil alanları ilə bağlı isə orada Nazirlər Kabinetinin müvafiq qərarı var bu təcrübə keçmə qaydaları ilə bağlı. O qərarda imperativ norma olaraq müəyyən edilməyib əmək müqaviləsinin bağlanması. Yəni, ali təhsil müəssisəsində təhsil alan şəxs istehsal təcrübəsi keçirsə, bağlanıla bilər əmək müqaviləsi. Yəni, burada məcburiyyət yoxdur. Yəni, bu nəyə görə qeyd edirəm? Dövlət orqanlarında daha çox ali təhsil müəssisələrindən təcrübə keçən şəxslər olur ki, onlarla yəni müqavilənin bağlanması, əmək müqaviləsinin bağlanması məcburi deyil. Amma bağlanıla bilər. Amma bağlanıla bilər. Təbii ki, bu dövlət orqanlarında yox, digər istehsalat müəssisələrinə göndərildiyi təqdirdə tərəflərin razılığı müddətli əmək müqaviləsi də bağlanıla bilər. Son olaraq Musa müəllim, ümumilikdə bu geniş miqyaslı qanunvericilik layihəsini necə dəyərləndirirsiniz və bunun gələcəkdə işçi və işə götürənlər üçün nə kimi faydaları olacaq? Son olaraq sizin fikrinizi bilmək istərdik. Ümumiyyətlə, Azərbaycanda əmək qanunvericiliyi ildən ilə təkmilləşir, tənzimlənir, yeni anlayışlar tətbiq olunur və müasir çağırışlara cavab verən bir sənəddir və bu dəyişikliklər də
həmin bu sənədin ruhunda bir yeniləşmə əmələ gətirir. O cümlədən söhbətimizin əvvəlində dediyimiz kimi bizim beynəlxalq öhdəliklərimiz də bir çox hallarda bu sənəddə öz əksini tapmışdır. Ən əsası isə işçi və işə götürən münasibətlərinin daha hüquqi, daha sivil, daha mənəvi bir müstəviyə daşınması, işə götürənlərin və işçilərin hüquqlarının, vəzifələrinin dəqiq müəyyənləşdirilməsi, işçinin istər əmək hüquqlarının, istər məzuniyyət hüquqlarının, istər nizamiyyə hüquqlarının qorunması, eyni zamanda yeni iş üsullarının, yeni iş münasibətlərinin ortaya gəlməsi üçün olduqca böyük əhəmiyyəti vardır və hesab edirəm ki, bu dəyişikliklər qəbul olunandan sonra onların icrası ilə bağlı da alt sənədlər qəbul olunacaqdır. Daha geniş müzakirələrə də ehtiyac olacaqdır və maariflənməyə ehtiyac olacaq. Çünki burada olduqca çoxlu suallar vardır. Siz də o sualların çoxsunu artıq qaldırdınız və biz də bacardığımız qədər onu izah elədik. Və düşünürəm ki, bunun bir müddətdə təbliğatına və maariflənmə işinə də ehtiyac vardır. Bu sahədə də siz artıq kifayət qədər fəallıq göstərirsiniz. Buna görə də sizin də televiziyaya və bütün dostlarımıza öz təşəkkürümü bildirirəm. Təşəkkür edirik Musa müəllim. Fatma, son olaraq sizin də fikirlərinizi vermək istəyirəm. Qeyd olunduğu kimi artıq əmək məcəlləsinə bu dəyişiklik layihəsi Milli Məclisdə baxılır və orada da müəyyən suallar qaldırılır və bu da bir daha onu göstərir ki, gələcəkdə də biz həqiqətən də bu qanun qəbul olunduqdan sonra bunun geniş maarifləndirmə və təbliğat işini həyata keçirməliyik. Təbii ki, artıq tərəfimizdən bununla bağlı müvafiq tədbirlər planı hazırlanır. Qanun qəbul olunduqdan sonra həm sosial şəbəkələr vasitəsilə, həm işə götürənlərlə görüşlər keçirilməsi planlaşdırılır ki, məcəllənin müvafiq tələbləri barəsində məlumat verilsin. Eyni zamanda bu dəyişikliklər bütün hallarda həm işçilərin sosial hüququnun təmin olunması, maddi rifahının yüksəldilməsi, əmək hüquqlarının genişləndirilməsi və beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması məqsədi edilir. Lakin biz layihələr hazırlayarkən təkcə işçilərin hüquqları baxımından yox, həm də bu hüquqların genişləndirilməsi zamanı işə götürənlərin də hüquqlarının belə deyək, qorunması, onlara daha ağırlaşdırıcı normaların əlavə edilməməsi məqsədi ilə tarazlaşdırılmış, balanslaşdırılmış bir formada dəyişiklik layihələrini hazırlayırıq və güman edirəm ki, bu dəyişikliklər cəmiyyət tərəfindən də müsbət qarşılanacaq və işə götürənlər tərəfindən də təcrübədə istifadə zamanı qanunvericiliyin tələblərinə əməl ediləcəkdir. Təşəkkürümüzü bildiririk Fuad müəllim. Belə əziz izləyicilər, bu günləri Əmək Məcəlləsində nəzərdə tutulan dəyişiklik layihəsi barədə geniş miqyasda bir müzakirə apardıq. Bu günləri efirimizin qonaqları Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Siyasəti Şöbəsinin müdiri Fuad Heydarov idi. Hər iki qonağımıza təşəkkürümüzü bildiririk. Bu günlük isə bizdən bu qədər. Növbəti efirlərdə yenidən görüşmək üzrə. Sağ olun.